Azərbaycan mətbuatının ən etibarlı və sarsılmaz simalarından biri olan İki Sahil qəzeti fəaliyyətinin 35 illik yubileyini qeyd edir. 1991-ci ilin iyulunda ölkənin hələ müstəqilliyini bərpa etmədiyi və senzuranın tüğyan etdiyi ən çətin bir dövrdə işıq üzü görən qəzet bütün təzyiqlərə rəğmən əqidəsindən və milli ideyalarından heç vaxt dönməyib. İki Sahil Azərbaycanın taleyüklü mərhələlərində sadəcə hadisələri işıqlandırmayıb, həm də tarix yazır. Tarixi 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciətini səhifələrində dərc edən qəzet Yeni Azərbaycan Partiyasının yaranması və təşkilatlanmasının ən böyük tribunasına çevrilib. Bugün SOCAR-ın təsisçiliyi ilə işıq üzü görən müstəqil ictimai-siyasi qəzet ölkənin iqtisadi sütunu olan neft strategiyasını, dövlətin daxili və xarici siyasətini dolğun şəkildə ictimaiyyətə çatdırır. Son illərdə isə mətbuat orqanı öz missiyasını daha qürurverici bir mövzuya kökləyib. Azad Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq işləri, böyük qayıdışın tarixi anları qəzetin əsas tərkib hissəsidir. Zamanın tələbi ilə ayaqlaşaraq rəqəmsal dünyaya uğurla inteqrasiya edən İki Sahil bugün təkcə çap mediası deyil, o ikisahil.az saytı və İki Sahil TV internet televiziyası ilə həm ölkədə, həm də xaricdə baş verən hadisələri operativ şəkildə təqdim edən böyük bir media platformasıdır. Keçmişin zəngin təcrübəsi və müasir rəqəmsal gücü ilə İki Sahil gələcəyə doğru inamla addımlamağa davam edir. Araya ərsəyə gəlməsinin 35 illiyi münasibəti ilə İki Sahil qəzetinin bütün əməkdaşlarını ürəkdən təbrik edirəm. Başda qəzetin qurucu redaktoru, dostumuz millət vəkili Vüqar Həmzadə olmaqla qəzetin bütün əməkdaşlarına, yaradıcı kollektivinə bundan sonra da böyük uğurlar arzu edirəm. İki Sahil qəzetinin böyük bir yol keçmiş və Azərbaycanın mətbuat sistemində, Azərbaycanın mətbuat tarixində böyük rolu olan bir qəzet kimi hər birimiz xatırlayırıq. İki Sahil qəzeti araya ərsəyə gəldiyi gündən haqqa, ədalətə, birliyə, həmrəyliyə xidmət etmiş, Azərbaycan xalqına, Azərbaycan dövlətinə ləyaqətlə xidmət etmiş bir mətbu orqandır. Böyük çətin bir yol keçmişdir İki Sahil qəzeti. İki Sahil qəzeti yaranarkən hələ Azərbaycan müstəqilliyini əldə etməmişdi. Və İki Sahil qəzeti yaranarkən Azərbaycanın olduqca böyük problemləri vardı, çətinlikləri vardı. Mətbuata olduqca ciddi baskılar olduğu dövrlərdən keçib gəlmişdi. Və İki Sahil qəzeti heç zaman öz ənənəsindən kənara çıxmadı. Həmişə həqiqəti söylədi, həmişə həqiqəti yazdı. Həmişə İki Sahil qəzetinin aparıcı xətti dövlətçilik xətti oldu. Dövlətə, xalqa xidmət xətti oldu. Eyni zamanda bu qəzetin ən mühüm xüsusiyyətlərindən biri daim obyektiv informasiya verməsi oldu. Daim tərəfsiz olması oldu. Daim hər bir informasiyanı verərkən, hər bir yazını verərkən onun məsuliyyətini daşıması oldu. Bu mənada İki Sahil qəzeti böyük bir yol keçib və hesab edirəm ki, artıq olduqca Azərbaycan mətbuatında ciddi yeri olan, ciddi çəkisi olan və böyük təcrübə toplamış bir mətbu orqandır. Ondan sonra İki Sahil qəzetinin elektron versiyası yarandı, İki Sahil qəzetinin saytı yarandı, televiziyası yarandı. Bütün bunlar hamısı böyük bir kollektivin əməyi sahəsində ortaya gəldi və bu gün də Azərbaycan xalqına, eləcə də bütövlükdə dünya Azərbaycanlılarına ləyaqətlə xidmət edən bir mətbu orqandır. Bir daha İki Sahil qəzetini, İki Sahil televiziyasına, İki Sahil saytını, elektron versiyasının bütün əməkdaşlarını ürəkdən təbrik edirəm. Onlara yaradıcılıq uğurlar arzulayıram. İnşallah 50 ilinizdə görüşənə qədər. İki Sahil qəzeti 35 ildir yarandığı gündən etibarən bu günə qədər Azərbaycanın informasiya məkanında, mətbuatında çox əhəmiyyətli bir yerdə gəlir. Bugün biz informasiya bolluğu içərisində yaşayırıq. Bugün sadəcə Azərbaycan deyil, bütün dünya hər hansı bir informasiyanı anında əldə etmək imkanına malikdir müasir texnika, texnologiyalar vasitəsilə.
Lakin burada ənənəvilikdən söhbət gedir. Burada dəqiq informasiyadan söhbət gedir. Burada peşəkarlıqdan, operativlikdən söhbət gedir. Burada ölkədə həyata keçirilən siyasətə, ölkənin daxilində və xaricində baş verən hər bir hadisəyə anında reaksiya vermək imkanından, bacarığından söhbət gedir. Peşəkar insanlardan söhbət gedir. Və əlbəttə ki, bütün bunları bir araya gətirən İki Sahil qəzeti bugünkü informasiya bolluğunda da elə yarandığı ilk gündə olduğu kimi öz mövqeyini qoruyub saxlayır, öz oxucularını qoruyub saxlayır və Azərbaycan oxucusunun, dünya oxucusunun İki Sahil qəzetinin daha sonra nəzdində yaranan həm İki Sahil saytına, eyni zamanda İki Sahil TV-də gedən informasiyalara, xəbərlərə hər bir zaman ehtiyacı var. Əgər bugün o əlimizdəki kiçik telefonla biz anında aldığımız informasiyaların içində İki Sahil qəzetini də axtarırıqsa, İki Sahil TV-ni də axtarırıqsa, onların məlumatlarına istinad ediriksə, bu əlbəttə ki, həmin qəzetin, həmin saytın uğurudur. Bu qəzetin uğurlu bir şəkildə idarə edilməsindən xəbər verir və mən yeri gəlmişkən qəzetin baş redaktoru olan, qəzetin rəhbəri olan dəyərli həmkarımız Azərbaycan mediasında, Azərbaycan ictimai-siyasi həyatında öz sözünü demiş olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından, qurucularından olan Vüqar müəllimi, əziz dostumuzu, qardaşımızı da təbrik etmək istəyirəm. Vüqar müəllim başda olmaqla bütün İki Sahil qəzetinin əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm və mən arzu edirəm ki, onların ölkəmiz, dövlətimiz, xalqımız uğrunda həyata keçirdikləri bu fəaliyyət bundan sonra da elə bugünə qədər olduğu kimi faydalı olsun. Hər bir zaman Azərbaycan mətbuatında, Azərbaycan media məkanında irəlidə gələn, oxunan, sevilən qəzet, sayt və televiziyalardan olsunlar. Bir daha bayramınızı təbrik edirik. Bugün Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən biri İki Sahil qəzetinin 35 yaş tamam olur. İki Sahil qəzeti Azərbaycanın müstəqilliyinin bərpa olunmasından əvvəl fəaliyyətə başlayıbdır. 91-ci ilin iyulun 10-da fəaliyyətə başlayan və çox uğurlu fəaliyyət göstərən bu illər ərzində dövlətçiliyə xüsusi olaraq xidmət edən, Azərbaycan dövlətçiliyinin, Azərbaycan müstəqilliyinin, Azərbaycanın geniş mənada çox böyük auditoriyaya həqiqətlərinin çatdırılmasında xüsusi önəm daşıyan bir kütləvi informasiya vasitəsi olaraq İki Sahil qəzeti hər birimiz üçün əzizdir və mən bugünkü gün münasibəti ilə İki Sahil qəzetini onun ilk və əbədi rəhbəri, həmkarımız, dostumuz Vüqar Rəhimzadəni təbrik edirəm. Vüqar müəllimin timsalında kollektivi təbrik edirəm, uğurlar arzu edirəm. Vüqar müəllim həm 91-lər olaraq eyni zamanda Azərbaycanın siyasi mühitində, Azərbaycanın mətbu orqanlar arasında öz rəhbərlik etdiyi mətbuat kütləvi informasiya vasitəsini gündəmdə saxlamaqla da olduqca böyük rol oynamaqdadır və bugün də Azərbaycanın həm siyasi məkanında, həm də jurnalistika sayəsində uğurlu nəticələrə imza atmış bir şəxsdir və mən əminəm ki, onun rəhbərliyi ilə İki Sahil qəzeti daha böyük nailiyyətlər əldə edəcək və bu istiqamətdə Vüqar müəllimə eyni zamanda qeyd elədiyim kimi qəzetin bütün kollektivinə öz təbriklərimi çatdırıram və gələcəkdə daha böyük uğurlar əldə etməsini arzulayıram. İki Sahil qəzetinin yaranmasının 35-ci ildönümü münasibəti ilə bütün əməkdaşlarını, kollektivini təbrik edirəm. Onlara can sağlığı, fəaliyyətlərində tükənməz enerji və nailiyyətlər arzu edirəm. İki Sahil qəzeti artıq 35 ildir fəaliyyət göstərir və məhz Azərbaycan Respublikasının müstəqilliyinin əldə edilməsi dönəminə təsadüf edir. Onun yaranması həmin dövrlərin məşəqqətli yolunu keçmiş İki Sahil qəzeti
Azərbaycan milli maraqlarının, həmçinin həmin dövrdə müstəqilliyə nail olunması istiqamətində Azərbaycanın keçdiyi yol, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, həmin dövrlərin çətinliyini məhz əks etdirən qəzet olub və bu baxımdan da çox dəyərlidir. Bir daha bütün kollektivini ürəkdən təbrik edirəm. Mən Vüqar müəllim başda oxumaqla İki Sahil qəzetinin bütün heyətini ürəkdən təbrik edirəm. İki Sahil qəzeti bugün bizim oxucularımız arasında çox populyardır, öz yazıları ilə çox populyardır. Milli mətbuatımızda öz dəstəxəti ilə seçilir. Bütün heyətə başda Vüqar müəllim olmaqla uğurlar arzulayıram. Arzu edirəm İki Sahil qəzeti 100 illik yubileyini qeyd etsin.